Bugünkü videomuzun ağır çəkili döyüşləri Leopard 8 və Tesla Cybertruck. Güc, status və xarakter sahibi olan Leopard 8 və Bakı yollarında bütün diqqətləri öz üzərinə çəkən Cybertruck. 940 at gücü, 0-dan 100-ə sürətlənmə 4,8 saniyə. Amma 830 at gücü və 0-dan 100-ə 2,6 saniyə. Leopard 8 gibritdir. Tam gediş məsafəsi 1200 km. Cybertruck elektrik avtomobildir. Tam gediş məsafəsi 550 km. Leopard 8-in interyerinə gələndə ürəyiniz nə istəyir var? Ön və arxa oturacaqların isidilməsi, havalandırması və masajı. Nə yalan deyim, Cybertruckda bu rahatlıq yoxdur. Head-up display, 3 ədəd monitor və DVLT akustika sistemi. Amma bir minimalist olaraq Cybertruck'ın interyerini mən daha çox bəyəndim. Bir ədəd monitor, şturval və başqa heç nəyə ehtiyac yoxdur. Hər şey idealdır. Leopard 8-in off-road xüsusiyyətləri budur. 310 mm-ə qədər clearance, 3 diferensial kilidi və müxtəlif off-road rejimləri. Arxasında bir ədəd Porsche 911 ilə Porsche 911-i keçən bu Cybertruck zirehli olmağına baxmayaraq sportkarlardan geri qalmır. Və təbii ki, sonda 0-dan 100-ə sürətlənməni göstərəcəyik, çünki Cybertruck'ın 0-dan 100-ə sürətlənməsi 2,6 saniyə.